Müasir dünyada mövqesiz adamlar hörmətli sayılır. Deyim, ötədil adamdır. Nə o tərəfdən, nə bu tərəfdən. Həmişə orta yol, əslində orta yol deyil bu. Bu azğın yoldur. Adını qoyurlar orta yol. Bu belə bir tər sürüşə-sürüşə yaşayır. Zirəydi də güya. Qiyamət günü mövqe soruşulacaq. Bunu yadda saxlayın. Qiyamət günü hər bir hadisə qarşısında harda dayanmışdın soruşulacaq. Hansı mövqeydəydin? Hansı tərəfdəydin? Hansısa bir ölkədə dava gedir, sənə bəlkə aid deyil. İki ölkə bir-birindən vuruşur, səndən soruşulacaq hansı tərəfdəydin? Və heç birində deyildinsə, niyə deyildin? Hər bir hadisə dünyada baş verir, sən elə bilirsən səninlə əlaqəsizdir, sənin imtihanındır. Birbaşa sənə aid olmasa da, sənin imtihanındır ki, sən harada dayanmısan, hansı mövqedəsən? Hər bir batildə olmayan adam haqda deyil. Batildə olmamaq o demək deyil, adam haqdadır. Biz imtihan olunuruq və olunacaq mövqe ilə. Harada dayanmış onunla. Haqq zay olursa, hansısa məsələdən narahat olmursansa, sən haqda deyilsən. Haqqın kiçiyinin də zay olmasına içdən narahat olmalısan, daxildən narahat olmalısan.